Hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Bugün Gədəbəy rayonuna gəliş səbəbimiz odur ki, günlərdir sosial şəbəkədə gündəmdə olan Orucova Ceyhunə Əli qızından bağlıdır. Belə ki, Orucova Ceyhunə özünü şəhid yoldaşı kimi təqdim eləyib, xaricdə yaşayan Qabil Məmmədova şikayət ərizəsi verməkdədir. Belə ki, bildirir ki, mən şəhid yoldaşıyam və heç bir halda mənim köməyimə çatan yoxdur. Rayon İcra Hakimiyyəti və digər orqanlardan dırnaqarası deyilir buna. Dırnaqarası məlumat veribdir. Belə ki, bildirir ki, heç bir yerdə mənim işimə baxmırlar. Niyə baxmırlar? Mən şəhid yoldaşıyam. Hər kəs məni söyüb təhqir və tənqid eləyir. Araşdırma zamanı müəyyən oldu ki, Orucova Ceyhunənin 2 adı var. Xanımın ikinci adı nədir? Bax, elə bunu da biləcəksiniz. Araşdırma zamanı müəyyən olunub ki, həmin xanımın həmin şəhid ülvü ilə uzaqdan yaxından heç bir əlaqəsi yoxdur. Və bildirir ki, xanım, mən şəhid ülvünün yoldaşıyam. Əlində hansı sübut var şəhidin yoldaşı olduğundan bağlı? Elə bax, bunun araşdırmasını eləyəcəyik ki, görək bu şəhidin yoldaşıyam sözünün arxasında nələr dayanır. Və bildirilir ki, şəhidin evladıdır deyib, yanında saxladığı 2 oğlu, bir qızı var. Qızı xaricdə, hansısa kənar ölkələrdən birində yaşayır və 2 oğlu bunun yanında yaşayır. Bizə bildirir ki, bildirilən məlumat da belədir ki, həmin Orucova Ceyhunənin 2 oğlu həmin şəhid ülvüdəndir. Amma ülvünün rəsmi şəkildə ailəsi və rəsmi yoldaşı nikahlı ailəsi olubdur. Bu Orucova Ceyhunə Əli qızının ülvü ilə nə əlaqəsi var? Bax, bunu birazdan biləcəksiniz. Abdullayev Nizam Abbasəloğlu. Müəllim, bu rayon icra hakimiyyətindən, polislərlə aranız necədir? Hamısı yaxşıdır, gözəl insanlardır. Hamının nə gedəndə, keyif dərdin olanda, deyəndə o dərdini həll edir. Onlar kimi yaxşı adam bir dözsə. Olmuşsunuz Orxan müəllimin yanında? Olmuşum Orxan müəllimində, Mehman müəllimində yanında olmuşum. Onlar kimi gözəl insan Bəli. bir dənədir. Yeganədir. Orxan Mürsəlov bizim Gədəbəy rayonunun icra başçısıdır. Əslən Kəlbəcərlidir. Çox gözəl, səmimi, hər kimi desəniz qabiliyyətli bir insandır. Yanında olmamışam, ancaq kətdə görüşündə olmuşam. Olmuşsunuz rayon polis şöbəsində? Rayon polis şöbəsində olmuşam dəfələrlə. Səmimi qarşılayıb, səmimi də yola salıblar. Yəni bilirsiniz də, bu günlərdir sosial şəbəkədə müzakirə olunan bu qadınla əlaqədardır. Hansı ki, Ceyhunə adlı şəxs Qabilə şikayət edir ki, rayon icra başçısı yaxşı deyil, polislərimiz bizə təzyiq göstərir. Yəni kiməsə təzyiq göstərib bu polislərimiz? Vallahi o Ceyhunə xanım deyirsiniz, onu mən tanımıram. Kimdirsə, o hər kimdirsə, onun ağıl üstündə olan adam deyil. Mən düz başa düşdə, mən nə deyirəm. Ola sosial şəbəkədə yazar, mən tanımıram Ceyhunə kimdir, nəçidir, nə işin sahibidir. Ancaq Orxan Mürsəlov çox gözəl və səmimi bir yoldaşdır. İcra başçısından əlavə səmimi yoldaşdır. Çox səmimi bir insandır. İstər küçədə, istər kabinetində, istər kətlərdə də məsələn gəzir, istənilən sözü o şəxsə müraciət edə bilərsən. Və səmimi cavab verir. Həmişə onun yanına gedəndə səmimi qarşılayır, səmimi nə problemin var, dərdin var, onu həll eləyir. Mənim özüm həm müharibə veteranıyım, həm Qarabağ veteranıyım. Həmişə mən Hasının yanına gedəndə, Orxan müəllimində, Mehman müəllimində yanına gedəndə bütün problemlərimizi həll edir. Nə lazımdır bizə köməklik göstərir. Telefonumu yaxın tut görüm. O Ceyhunə xanım deyirsiniz. Bəli. Ay Ceyhunə xanım. Mən səsimi efirdə televizor olduğu kimi verir. Ceyhunə xanım, siz kimsiniz mən bilmirəm. Polis xalqın xidmətçisidir. Və xalqına da xidmət edir. Köməklik edir, yol göstərir. Xüsusən bu son dövrlər, bu narkotikadır, qadın alveridir, filandır, fesmə. Bu şeylərə qarşı qəti qəddarlıq göstərir və ümumiyyətlə yol göstərir ki, bu şeylərlə məşğul olma. O Ceyhunə adında şəxsi tanıyırsınız? Mən tanımıram. Əgər tanısam, onunla üzbəyüz tete söhbət eləyərəm ki, sən kimsə, Gədəbəydə nə istəyirsən, nə vervalanmışsın. Deyir, mən şəhid yoldaşıyam, şəhid ülvünün yoldaşıyam. Mən tanımıram şəxs. O şəhid yoldaşıdırsa, bəlkə də o yalan deyir. Çünki şəhid yoldaşı elə bir ifadə verə bilməz. O hər kimdirsə, bir dəfə də demişəm, indi də deyirəm, onun ağıl üstündə olan adam deyil.
Ancaq ki, mən xəstə. səsini efirə verir. Ola bilər ki, adamdır, dərdi var, falanı var. Ancaq dərdini Orxan müəllimdə, Mehman müəllimdə onların yanında olsa həll eləyər. Xanım, bilirsən, Həll eləyər, 100% həll eləyər. İkinci bir söz ola bilməz. bir söz deyim, rayon icra başçısı, üstə gəl polis və onun rəisi. Buna yanaşmağın təzləri var. Əgər mən gedib polis rəisinə, icra başçısına desəm ki, bu işi belirlə, bəlkə onun səlahiyyətləri daxilində deyil bu iş və yaxud onun gücü çatmır. Əgər bu işi həll edə bilmirsə və yaxud ona gücü çatmırsa, o demək deyil ki, polis rəisi, məsələn, Ceyhunə xanım dediyi kimidir, icra başçısı Ceyhunə xanımı dediyi kimidir. Bunların hamısı cəfəng söhbətlərdir. İstər rəis olsun, istər polis əməkdaşları olsun, istər icra hakimiyyəti olsun, istər onun əmək... Hamısı səmimi adamlardır. Gədəbəyə xidmət edirlər, Gədəbəy əhlinə xidmət edirlər. Nə lazımdır, onu da deyirlər. Çox sağ olun, təşəkkür edirəm. Görmüşüm ki, şəhid analarıdır, şəhidin yoldaşlarıdır, onları bezoçuret qəbul edirlər. Onlar həmişə bezoçuret, nə dərdi var, bacardığı səviyyədə köməklik eləyirlər. Bir də demək istəyirəm ki, Ceyhunə xanım, fikirləşin və həmişə Gədəbəy xalq adından danışma. Gədəbəy xalqında, Gədəbəy əhlində, Ceyhun adında o qədər adam var ki, sən kimsən ki, Gədəbəy adından danışma? Gədəbəy xalqında, Gədəbəy əhlində, Ceyhun adında o qədər adam var ki, sən kimsən ki, Gədəbəy adından danışma? Dərdi sona çatdırmaq deyil, sadəcə olaraq dinləməkdir. Kimin dərdi yoxdur ki? Dərdi həll eləsək, onda gərək hər nəfərə bir il vaxt sərf eləyək. Ancaq rayon icra başçısı və üstəgəl polis rəisi ümumi xalqın mənafeyində də onlar kompleks şəkildə həll edirlər. Yəni elə həll edirlər ki, hər bir kəsə pay tutsun. Və bu sahədə onlara minnətdir. Müəllim, özünüzü təqdim eləyin. Tağıyev Xəyal Rahiboğlu. Rayon polis şöbəsində olmusunuz. Ha. Bizim polislərimizlə, rayon icra hakimiyyətindən, yəni sizə hər hansı bu günə qədər bir təzyiq olub mu? Yox. Heç hamısından Allah razı olsun, hamısı yaxşı işləyir, hamısının iş rejimi qəşəngdir. Mən heç asından narazılığım yoxdur. Rayon icra hakimiyyətinin yanında olmusunuz? Yox, rayon icra hakimiyyəti yox, amma polis şöbəsində olmuşam, yəni hamısından razıyam. Bilirsiniz də günlərdir sosial şəbəkədə yayımlanan görüntülərdən bağlı məlumatınız Yox, var. mən o görüntülərlə bağlı heç nə deyə bilmərəm, amma belə mən özüm olmuşam, yəni. Aslanov Vidadi. Vidadi müəllim, olmusunuz rayon polis şöbəsində? Olmuşam. Necə qarşılayıblar sizi? Çox yaxşı, müsbət. Rayon icra hakimiyyətində? İcra hakimiyyətində də olmuşam. Allah hər birinə can sağlığı versin. Etimadımızı doğrudurlar, minnətdarıq. Devlətimizdən razıyıq. İlham Əliyev başda olmaqla. Sizə hər hansı bir təzyiq göstərilibmi bu günə qədər? Xeyr, göstərilmir. Qazi atasıyam. 44 günlük müharibənin qazi atasıyam. Kəşfiyyatın rəisi olub Qarabağda. Allah ömür versin. Oğlunuz qazidir? Çox sağ ol. Oğlunuz qazidir? Bəli, Hansı rayondan? Gədəbəydir. Hansı kəndindən? Qazaxlıdır. Hansı kəndindən? Qızıl torpaq. Teşekkür ederim ki bizim güzel Gədəbəyimiz şirinlikdir. Allah var eləsin. Allah ömrlər uzun olsun. Cənab prezidentimizə təşəkkür edirəm. Sağ olun, var olun. Rayon icra hakimiyyətində olmusan. Olmamışam. Olası da değilim, yok heç nə. Polislərimizdən yəni bir hər hansı təzyiq görmüsünüz? Yok, mən heç kimlə. Hamısına razıyam, hamısı da qəşəng. Siz hardan gəlmisiniz? Qarı kəndi. Olmusunuz rayon icra hakimiyyətində? İcra hakimiyyətində xeyir. Özünüzü təqdim eləyin. Mən Məmmədova Güllüzar İkram qızı, şəhidin anasıyam. Şəhid Ülvünün anasısınız. Bəli, Məmmədov Ülvü Salihoğlunun anasıyam. Ana, bax günlərdir sosial şəbəkədə yayımlanır ki, bir xanım çıxış eləyir ki, Ülvü mənim yoldaşımdır, Ülvüdən 2 oğlum var, mənim ev növbəsinə yazılmışam və hətta icra hakimiyyətindən, Qabil Məmmədovdan, tiktokerçi, blogerçi, xaricdə oturan Qabilə belə hətta müraciət eləyib ki, mənim şikayətimə heç kim baxmır, mən Ülvünün yoldaşıyam. Amma rəsmi araşdırırıq ki, bu xanımın sizlə heç bir əlaqəsi yoxdur. Bununla bağlı nə deyə bilərsiniz? Yəni bu qadın kimdir?
Qadın alım, onu hamı bilir ki o kimdir, hamı bilir. Onun nə bilim 3-4 yerə bölünmüş uşaqları var. Mənim oğlumla onun uşağı yoxdur. Bəs o şəhidlik statusu alıb, ona kim verib onu? Onu özü bilər, mən bilmirəm, hamı ondan qorxur. Şərxatanın biridir. Sənin gəlinin Fəqətdən başqa, yəni Mən oğlunun ondan birinci başqa ayrı gəlin tanımıram. Mən ondan başqa ayrı gəlin tanımıram. Mənim gəlinim Fəqətdir, 2 dənə nəvəm var. Rəşvinlə Selcandır. Mən ayrı Ülvünün balalarını tanımıram. Şəhid Ülvünün anası da mənəm, atası da rəhmətə gedib. Vallahi onun gedin onun da ünvanını soruşun, görün o kimdir. Vallahi bizim evə o adam gəlin gəlməyib. Amma bəs sosial şəbəkədə canlı yayımda o çıxış eləyir ki, evi mən dedim verdi qızına, qızın gözləri görmür. Nə məsələdir bu? Nə ev məsələsi? Qadan alım. Qoy indi çağırım qızımı. Görün onun gözü görür ya görmür. İndi mən bundan ötəri şikayət eləyəcəm. O mənim uşağımın haqqında niyə danışır? Niyə danışır? Mənim uşağımın niyə gözü görmür? Mənim o evimə gəlin gəlməyib, nə də onun uşaqlarını mən tanımıram. Mən bu gəlini gətirmişəm evimə. Eləcə də gəlinimdir. Belə üzü ağ olsun, adla, sanla, namusla balalarının üstündədir. Məsələn, mən kifayətlə əlaqə saxlayıram, danışıram. Mənə deyir ki, mənim evim, mən demişəm, yəni həmin qadın deyib ki, mənim icazəmlə evi vermisən qızına. Yəni evdə elə bir mənzərəli bir ev də deyil ki, deyəsən. Yox, vallahi mən heç kimə ev zat verməmişəm. Ev şəhidin balalarınındır. Qızım da Bakıda yaşayır, burada yaşamır. Nə də mən onu tanımıram, nə də özüm də yaşdaşmışam. Mən şəhidin anasıyam. Mən hər gün şəhid üçün qəhərlənirəm. Pis günlər keçirirəm. Bugünkü günü mənə lazımdır axı oğul. O mənim evimə nə gəlməyib, nə mən onu tanımıram, nə o mənə heç nə deməyib. O sadəcə olaraq özündən düzüb qoşur. Bəs o atalığı müəyyən eləyən kağız deyirlər alıbdı. Məlumatınız da var bundan? Yox, bilmirəm. Bilmirəm. Bəlkə də bunun özünün hayasızlığından qorxub verən olub. Bəlkə də verilməyib. Bax onu mən bilmirəm. Bu məsələ ilə bağlı polisə hər hansı bir müraciət eləmisiniz? Eləmişik, deyilibdir. Bilir, polis də bilir. Deyiblər işə baxacaqlarla bağlı. Deyiblər, baxacaqlar. Rayon icra hakimiyyətinə demisiniz, yoxsa Polis idarəsinə. polis əməkdaşlarına demisiniz? Bəli. Şikayətiniz varmı hal-hazırda o qadın sizin evladınızın adından istifadə elədiyinə görə? Nağ eləyir. Bəli şikayətçiyəm. O kimdir ki? O mən onu tanımıram, o məni tanımır. Onu hamı tanıyır ki, o yüngül xasiyyət bir adamdır. O yüngül xasiyyət bir adamdır. Onu mən demirəm. Vallah mən demirəm onu. Bütün rayondan soruşun. Onun ünvanını deyəcəklər sizə. Və hal-hazırda sizə bir məsələdə bir şey də soruşum. O Qabillə danışanda Qabilə bildirib ki, mən Ülvü ilə çin-çinə döyüşmüşəm. Mən özüm hərbidə işləmişəm. Doğrudur bu? Vallah mən onun işlədiyini də bilmirəm. Məncə yox, doğru deyil. Amma onun işlədiyini də mən bilmirəm. Vallah Gədəbəy onu tanıyır ki, o kimdir, o hansı əxlaqın sahibidir. Vallah hamı tanıyır. Mən onu gəlin kimi görməmişəm. O hər şeydən istifadə eləyir. Vallah onun özü bir qorxunc adamdır. Ana, bax rayon icra hakimiyyətidir, hüquq mühafizə orqanlarıdır. Bunlarla bağlı hər hansı bir şikayətiniz olubmu? Bir təzyiq göstərilibmi sizə? Yox, mən onların hamısından razıyam. İcra başçısından da, polislərimizdən də hamısından mən razıyam. Heç asından narazılığım yoxdur. Gəliblərmi sizin yanınıza? Hə, gəliblər, vəziyyətimizlə hal olublar. Yox, heç bir narazılığımız yoxdur. Mən dövlət qurumlarından, elə rayonumuzun polis işçilərindən xahiş eləyirəm. O qadın hər kimdirsə, onun layiqli cəzasını versinlər. Mən rayon icra hakimiyyətindən çox xahiş eləyirəm bir ana kimi. O qız mənim oğlumun şəkillərini TikTokdan, WhatsAppdan, paylaşmadan yığışırsın. Mən nervi çəkirəm onu görəndə. O mənim evimə gəlin gəlməyib, mən onu tanımıram, tanımaq da istəmirəm. Yəni sizin oğlunuzun adından istifadə edir. Bəli, mənim oğlumun adından istifadə eləyir, eləməsin. Çox xahiş eləyirəm. Prokurordan, məhkəmədən, rayon icra başçısından dönə-dönə xahiş eləyirəm. Xahiş eləyirəm, mənim oğlumun adından istifadə eləməsin. Özünüzü təqdim edin. Məmmədova Rəfaqət Qəmbər qızı, Məmmədov Ülvü Salihoğlu'nun yoldaşı. Ülvü 2015-ci ildə Tərtər rayonunun Qapanı kəndində gedən döyüşlərdə şəhid oldu. Yanvarın 4-ü vuruldu. 5-i dəfn oldu.
uşağım var. Bir oğlum, bir qızım. Bizim aldığımız məlumata görə Ceyhunə adlı qadın bildirir ki, Ülvi mənim yoldaşımdır və mən Ülvinin yoldaşıyam. Və mən onunla deyir bir yerdə çiyin-çiyinə döyüşmüşük. Bununla bağlı nə deyə bilərsiniz? Yalan deyir. Gədəbəy, mən aldığım informasiyaya görə, yəni mən maraqlanmışam. O Gədəbəyin Saratovka kəndində işləyib Ceyhunə. Amma Ülvü Ağdamın Təzəkənd qəsəbəsində işləyib. Tərtər rayonunun Qapanlı kəndində işləyib. Hal-hazırda Qapanlı kəndində gedən döyüşlərdə də şəhid olub. Mən də onun yanında işlədiyi vaxtlarda kirədə qalmışam. Yəni biz ayrı qalmamışıq. Yalan deyir. Ceyhunə Gədəbəy rayonunun Saratovka kəndində işləyib. Yəni yerinə yetə bilərsiniz. Tam düzgün deyirəm. Orada deyir ki, Ülvi mənim yoldaşımdır. O yalan deyir. Yalan da elə bir məlumat yoxdur. Ülvi ilə sizin nikahınız olub aranızda? Bəli, nikahımız var hal-hazırda. 2 az yaşlı evladımız var, nikahımız var. Yəni elçi ilə, toyla ailə qurmuşuq, evlənmişik. Ülvünün də razılıq olub, özümü də sevib evlənmişik. Yəni heç bir məcburiyyət olmayıb. Yaxşı da yaşamışıq. Mən Ülvüdən gördüyümü heç kəsdən görməmişəm. Heç öz yaxınlarımdan belə. Ülvü çox yaxşı, həyat yoldaşı olub. Mənim üçün həm qardaş olub, həm bacı olub, həm ana olub, həm evlad olub. O qədər yaxşı olub ki, nətər deyim, mən Ülvünün 40-a çıxana kimi qocaldım. Yəni Ülvüsüzlüyü qəbul edə bilmədim. Ülvünün mən hər dəfə ölürəm, dirilirəm. Yəni Ülvü çox yaxşı, atasına, anasına qarşı da yaxşı evlad olub, bacısına qarşı yaxşı qardaş olub, balalarına qarşı yaxşı ata olub. Mənə qarşı da yaxşı həyat yoldaşı olub. Mənim Ülvüdən narazılığım olmayıb. Baxmayaraq ki, şəhid olub deyə demirəm, həqiqətən Allah şahid. sən Ülvünün həyatında ilk həyat yoldaşı olmusan da? Bəli. Bəli, sevib evlənmişik. Yəni mən subay oğlanla evlənmişəm, boşanmış olmayıb Ülvü. Səndən başqa onun həyatında hər hansı bir qadın olub? Yox. Yox. Rəfaqət xanım, rayon icra hakimiyyətindən, rayon polis şöbəsindən və digər qurumlardan sizə bu günə qədər hər hansı bir baskı olub? Yox, xeyr. Mən hara getmişəmsə məni hörmətlə qarşılayıblar. Allah hamısının köməyi olsun. Yəni Allah prezidentimizi qorusun, Mehriban xanımı qorusun, Allah yaxşı insanları qorusun. Yəni Allah icra hakimiyyətimizi qorusun. Yəni hamısı nətər deyim, hörmətlə qarşılayıb məni. Heç bir xoşa gəlməz söz, söhbət elə bir şeylər yoxdur. Mən razıyam hamısından. Allah razı olsun onlardan da, sizdən də. Rayon icra hakimiyyəti bayramlarda və digər günlərdə sizi xatırlayır? Bəli, bəli. Tədbirlər olur, dəvət edirlər. Bir də şey, nətər deyim, o birisi şəhid ailələrinə nətər məndə ilə. Yəni, narazılığım yoxdur. Allah razı olsun hamısından. Üst tutduq Orucova Ceyhuna, Əli qızının yaşadığı yerə. Qapını üzümüzə açsa da suallarımıza cavablandırmaq istəmədi. Bildirdi ki, mən Məmmədov Ülvi Salih oğlunun həyat yoldaşıyam və 2 oğlum var. Lakin araşdırma zamanı müəyyən olundu ki, Gədəbəy rayon məhkəməsinin hakimi Vahid Nərman oğlunun və onun katibi Anar Fəxrəddin oğlunun iştirakı ilə keçirilən məhkəmə prosesində atalıq müəyyən olunub. Lakin şəhid Məmmədov Ülvinin bu məhkəmə prosesindən xəbəri olmayıb. Bəli, dəyərli izləyicilər, gördüyünüz kimi Gədəbəy rayonundayıq və rayonun düz mərkəzindəyik. Mərkəzdə keçirdiyimiz sorğu ilə əlaqədar olaraq hər kəsin ağsaqqalından uşağına qədər bizə verilən məlumat belədir ki, həmin Ceyhuna adlı şəxsi elə də tanımırlar, o şəhidin yoldaşı deyil və Qabilin dediyi kimi rayon icra hakimiyyətinin negativ şəkildə tanıtmışdı ki, icra hakimiyyəti şəhid ailələrinə baxmır və s. Amma hər kəs icra hakimiyyətindən də, polis əməkdaşlarından da hər birindən razıdır. Günün 24 saatı bizim polislərimiz vətəndaşların keşiyindədir. Bundan qabaqki kadrlarda da bildirdiyim kimi hər zaman Gədəbəy rayonu yüksək ərazi olduğu üçün insanları da yüksəkdir və insanları da gözəldir. Həmçində polis əməkdaşları. 24 saat polis əməkdaşları bizim vətəndaşların qulluğundadır. Olub və olacaq, olmağa da davam eləyir. Yaşasın Azərbaycan prezidenti, yaşasın bizim polislərimiz və var olsun rayon icra başçısı.